Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Çox saylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Natsakanyan və digərləri barələrində olan məhkəmə hökmündən verdikləri apellyasiya şikayəti üzrə iş icraata götürülüb. İşə Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baxılır. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən Arutyunyan, Arayik Vladimiri, Natsakanyan, Levon Henriki, Manukyan, David Azati, İşxanyan, David Rubeyni və Babayan, David Klimi ömürlük azadlıqdan məhrum etmə cəzasına, həmçinin Qukasyan, Arkadi Arşaviri, Saakyan Bako Saaki 20 il, Babayan Madat Arakeli və Paşayan Melikset Vladimir 19 il, Martirasyan Qari Grigori 18 il, Allahverdiyan David Nelsoni və Balayan Levon Romiki 16 il, Beglaryan Vasili Ivani, Stepanyan Gurgen Homerosi və Qazaryan Erik Roberti 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.